Salam əziz şagirdlər və imtahana hazırlaşan abituriyentlər. Bugünkü mövzumuz dövrü qanun və dövrü sistem atomun quruluşudur və bugün sizə bu mövzunun testlərini izah eləyəcəm. Əgər siz hələ də mənim kanalımda bundan öncəki video izahıma baxmamısınızsa, deməli sizdən xahiş edərdim ki, öncə o videoya baxasınız. Çünki mən orada geniş şəkildə dövrü qanun, dövrü sistemin izahını vermişəm. Ondan sonra isə bu test izahlarıma baxdıqda sizə hər şey aydın olacaq. Odur ki, başlayaq elə birinci sualdan. Deyir ki, nə üçün dövrü sistemdə yuxarıdan aşağıya doğru qələvi metalların metallıq xassəsi güclənir? Ümumiyyətlə bilməliyik ki, dövrü sistemdə yuxarıdan aşağıya doğru gedən qruplardır. Yəni qruplarımız dövrü sistemdə yuxarıdan aşağıya doğru gedir və yuxarıdan aşağıya doğru metallıq xassəsi güclənir. Çünki deməli metalların belə bir xüsusiyyəti var ki, metallar özündən elektron vermə qabiliyyətinə malikdirlər və yuxarıdan aşağıya doğru getdikcə, protonların sayı artdıqca, sıra nömrəsi artdıqca metallıq xassəsi güclənir və variantlarımıza baxaq. Məsələn, deyir ki, atom nüvəsinin müsbət yükü artdığı üçün bu səbəb deyil. Atomda ümumi elektronların sayı artdığı üçün bu da səbəb deyil. Nisbi atom kütləsinin artdığı üçün yox, atom radiusunun artdığı üçün. Y variantında atom nüvələrində neytronların sayı artdığı üçün. Bu, demək, A, B, C və D, Y variantlarının heç biri buna uyğun deyil. Mən video izahımda demişəm ki, deməli, dərs izahımda qruplar üzrə yuxarıdan aşağı 3 əsas xüsusiyyət artır. Deməli, reduksiya edicilik, atom radiusu və metallıq. Qısaca bunu RAM şəklində də yadınızda saxlaya bilərsiniz. Yəni, əgər deyirsə ki, metallıq artır, bir mənalı olaraq bilməliyik ki, metallığın artması atom radiusunun artması ilə və reduksiya ediciliyin artması ilə əlaqədardır. Deməli, doğru cavabımız burada D. İndi gəlin ikinci suala baxaq. Deyir ki, dövrlər üzrə nüvələrinin yükü artdıqca elementlərin hidrogenlə əmələ gətirdiyi uçucu birləşmələrdə və baş oksidlərdə valentlik necə dəyişir? Mən bunu mövzu izahımda, yəni bundan bir öncəki videoya baxsanız, son hissələrdə hidrogenlə və oksigenlə bu elementlərin nüvəsinin yükü artdıqca bu xarakteristikalar necə dəyişir, necə olur ki, hidrogenlə valentlik azalır, oksigenlə artır, bunu izah etmişəm. Belə ki, uşaqlar, bir mənalı olaraq yadınızda saxlayın ki, hidrogenlə hər bir element özünün ən aşağı valentliyini göstərir, oksigendə isə daha çox valentliyini göstərir. Məsələn, 5-ci qrupda olan bir element hidrogenlə 3 valentliyi göstərir, yəni R, yəni hər hansı bir 5 valentli element göstərir. Məsələn, fosfor. Fosfor pH3 olacaq, oksigenlə birləşməsi isə P2O5 olacaq. Yəni, hidrogenlə 3 valentli, oksigenlə isə özünün valentli, yəni 5 valentliyini göstərəcək. Bu, əslində, deməli, sırf hidrogen və oksigenlə olan birləşmələrə aiddir. Yəni, hidrogendə bu necə olur ki, 5 valentlikdə 3 valentli kimi göstərir. 8-dən çıxacağıq burada 5-i, çünki 8 dənə qrupumuz var. 8 dənə qrup olduğu üçün oradan 5-i çıxırıq və hidrogen üçün uyğun olan ən kiçik valentliyi tapırıq. Bu, əslində, hidrogenli birləşmələrdə 1-dən 4-ə qədər olanlar üçün aid deyil. 1-dən 4-ə qədər hidrogendə öz valentliyini göstərir. Yəni, məsəl üçün, R göstərək hər hansısa bir elementi, RH, RH2, RH3 və RH4. Artıq 5-də olur RH3, 6-da olur RH2, 7-də olur RH. Bu şəkildə davam edir. Amma oksigendə isə belə deyil. Oksigendə valentlik artdıqca bu oksigenli birləşmədə özünü göstərir. Deməli, hidrogenə görə valentlik azalacaq, oksigenə görə artacaq. Doğru cavab C variantı. Üçüncüdə deyir ki, hansı sıradakı bütün elementlər hidrogenlə uçucu olmayan birləşmələr əmələ gətirir? Ümumiyyətlə, uçucu olmayan o deməkdir ki, yəni söhbət ağır birləşmələrdən gedir. Ağır birləşmələri də əsasən metallar yaradır. Yəni, uçucu olması üçün o birləşmənin, belə deyək, hidrogenlə uçucu birləşmə əmələ gətirməsi üçün qaz halında olmağı daha deməli, daha məqsədə uyğundur. Çünki həm qaz halında, həm də qeyri-metallarımız hidrogenlə uçucu birləşmə əmələ gətirir. Uçucu olmayan isə söhbət metallardan gedir. Yəni, ağlımıza metalların olduğu variant gəlməlidir. Bu da yalnız B variantında var. Həmçinin dördüncü sualda da deyir ki, hansı sırada bütün elementlər hidrogenlə uçucu birləşmələr əmələ gətirir. Yəni, uçucu dedikdə söhbət qeyri-metallardan, qaz halında olan maddələr olan variant götürülməlidir. Deməli, A variantında natrium var, bunu götürmürük. B variantında kalium var, daha sonra C variantında kalsium var, həmçinin Y variantında dəmir və mis var. Bunlar uçucu olmayan birləşmə əmələ gətirir. Bizdən uçucu variantı istəyir, bu da olacaq D variantı.
Daha sonra demək 5-ci suala baxaq. Deyir, nüvəsinin yükü artdıqca dövrü sistemdə dövrlər və qruplar üzrə əsas yarımqrup elementlərinin atom radiusu necə dəyişir? Biz demişdik ki, ümumiyyətlə mən video izahımda demişəm, qruplar üzrə yuxarıdan aşağı və dövrlər üzrə soldan sağa doğru getdikcə RAM dəyişir. Deməli, RAM dəyişir. Qruplar üzrə baxın, yəni yuxarıdan aşağıya doğru qruplar üzrə artır. Amma dövrlər üzrə isə azalır. Bu RAM nədir? Yəni RAM-ın R-sı reduksiya edicilikdir, atom radiusu A-dır, M isə metallıqdır. Yəni bunlar qruplar üzrə artır, dövrlər üzrə azalır. Əgər bizə atom radiusunu deyirsə, atom radiusu deməli qruplarda artacaq, dövrlərdə azalacaq. Yəni B variantı. Daha sonra 6-cı suala baxaq. Deyir ki, yod, brom, xlor, flor sırasında maddələrin oksidləşdiricilik qabiliyyəti və natrium, kalium, rubidium, sezium sırasında reduksiya edicilik qabiliyyəti necə dəyişir? Bunu bilmək üçün biz bu elementlərin dövri sistemdə yerini bilməliyik ki, istiqaməti təyin edə bilək və bu istiqamətdə, yəni dövrlər üzrə soldan sağa və ya qruplar üzrə yuxarıdan aşağı hansı istiqamətdə olduğunu tapdıqdan sonra reduksiya edicilik, oksidləşdiricilik tapa bilərik. Belə ki, yod, brom, xlor, flor istiqaməti, baxın, aşağıdan yuxarıyadır. Çünki yuxarıdan aşağı necə olardı bu? Flor, xlor, brom, yod. Əgər bu sırada deyirsə yod, brom, xlor, flor, deməli aşağıdan yuxarıya istiqamətdədir. Həmçinin natrium, kalium, rubidium, sezium isə yuxarıdan aşağıya doğru düzülüb. Yəni birinci qrupun qələvi metallarıdır. Və yuxarıdan aşağıya doğru biz demişdik ki, uşaqlar, baxın 5-ci testdə də yazmışam RAM-ı, yəni reduksiya edicilik, atom radiusu və metallıq artır. Əgər desək ki, yuxarıdan aşağı, yəni bu sırada, deməli reduksiya edicilik artacaq. Deməli B-də biz artan variantı götürməliyik. Bunu götürmürük, bunu götürmürük, bir də bunu götürmürük. Qaldıq A ilə deməli D variantında. Və dedik ki, yuxarıdan deməli aşağıya doğru əgər reduksiya edicilik artırsa, oksidləşdiricilik azalacaq. Baxın burada. Amma aşağıdan yuxarıya oksidləşdiricilik artacaq. Deməli, hər ikisində də artan variantı götürürük. Doğru cavab A variantı. Sonra deyir ki, 7-ci sualda hansı əsas yarımqrupdakı elementlərin hamısı sabit valentlidir? Ümumiyyətlə, birinci, ikinci, üçüncü qrup elementlərimizin, əsas yarımqrup elementlərimizin çoxusu sabit valentlidir. Ona görə də harda 1, 2, 3 götü görürsünüzsə, onları sabit valentli kimi götürürük. Daha sonra yenə 8-ci testdə deyir ki, hansı qrupun əsas yarı qrupundakı elementlərin hamısı sabit valentlidir? Biz dedik ki, 1, 2, 3. Burada da 2 valentlik var, C variantını götürürük. Daha sonra hansı əsas yarım qrup elementlərinin hamısı S elementləridir? Bunlar yenə 1, 2, 3. Yəni sualı bu şəkildə də verə bilər sizə. Sabit valentli və ya S elementi şəklində verə bilər. Hər birində 1, 2, 3 olan variantı götürürük. Daha sonra 10-cu testdə deyir ki, birinci qrupun əsas yarımqrup elementlərinin baş oksid və hidridlərinin formullarını göstərin. Yenə bunu mövzu izahında mən vermişəm. Birinci qrupda hidrogen 1 valentlidir, oksigen isə 2 valentlidir. Birinci qrup olduğu üçün, yəni bir qrup həm də valentliyi göstərir. Yəni söhbət hər hansı R elementinin 1 valentli olduğu variantı göstərir. Baxın, burada doğru cavab B variantıdır. Niyə görə? Çünki R burada 1 valentlidir, oksigen 2 valentlidir. Bu formul doğrudur. Həmçinin R 1 valentlidir, çünki baxın 1 valentliyi göstərir şərtdə və hidrogen də 1 olduğu üçün indeksini heç nə yazılmır. Yəni hər ikisinin də formulları düzdür. Məsələn, burada formul səhvdir. Burada RH2 ola bilməz. O halda olardı ki, burada R 2 valentli olsun, D-də 2 valentli olsun, C-də 3 valentli olsun. Məsəl üçün Y variantında RH düzdür 1 valentlidir, amma R2O3-də burada R-in valentliyi 3-dür. Ona görə bizdə 1 olduğu üçün 1 valentli olan variantı götürürük. 11-ci testə baxaq, uşaqlar deyir ki, oxşar xassələr göstərməyən elementlər hansılardır? Ümumiyyətlə, bir elementi oxşar xassə göstərməsi üçün onlar ya eyni qrupda olmalıdırlar, yəni eyni qrupda olan variantları biz çıxacağıq, çünki onlar oxşar xassə göstərirlər. Məsələn, A variantında flor, xlor, yod, bunlar halogenlərdir. B variantında litium, natrium, kalium, bunlar qələvi metallardır. Yəni, hər üçü də eyni qrupda yerləşir. Daha sonra D variantında helium, neon, argon təsirsiz qazlardır, 8-ci qrupda yerləşir. Daha sonra Y variantında oksigen, kükürt və selin 6-cı qrupda yerləşir. Yəni, hər biri də bir qrup üzrə yuxarıdan aşağıya doğru düzülür və oxşar xassələr göstərirlər. Ancaq C variantında maqnezium, alüminium və azot isə, məsələn, maqnezium 2-ci deməli qrupda, alüminium 3-cü qrupda, azot isə 5-ci qrupda yerləşir.
Yəni qrup olaraq və həmçinin valentlik olaraq da bunlar dəyişkənlik göstərirlər. Daha sonra 12-də deyir ki, hansı elementlər oxşar xassətdir. Burada artıq dediyimiz kimi, baxın, burada verilən variantlardan hansı burada varsa onu götürəcəyik. Məsələn, A variantı bəs də doğru cavabdır. Çünki xlor, brom, flyor halogenlərdir. Eyni qrupda yerləşirlər və oxşar xassələr göstərirlər. Amma məsələn, B variantında oksigen 6-cı qrupdadır, flyor 7-ci qrupdadır, fosfor 5-ci qrup tamamilə fərqli qruplarda yerləşirlər. Həmçinin mis, deməli, birinci qrupun əlavə yarım qrupundadır, maqnezium ikinci qrupda, litium birinci qrupun əsas yarım qrupundadır və yaxud da hidrogen, oksigen, selen. Oksigen və selen eyni xassəli olsa da, yəni hər ikisi 6-cı qrupda olsa da hidrogen birinci qrupdadır. Daha sonra kalsium, alüminium və hidrogen üçü də fərqli qruplardadır. Kalsium 2-də, alüminium 3-də, hidrogen 1-də. Yəni burada yalnız oxşar xassə göstərən A variantı, yəni hər üçü də burada 7-ci qrupda yerləşir, halogenlər adlanır. Daha sonra bizdən bu qrupların adlarını soruşur test 13-də. Deyir ki, 8-ci qrupun əsas yarım qrup elementləri necə adlanır? Biz bilməliyik ki, 8-ci qrup elementləri təsirsiz qazlardır. 7-ci qrup elementlərimiz bizim halogenlərimizdir. Və burada 15-də deyir ki, birinci qrupun əsas yarım qrup elementləri necə adlanır? Əlbəttə ki, qələvi metallar. Yəni bunları bilməliyik uşaqlar. Daha sonra D elementlərimizi göstərməyimizi istəyir. Biz bilməliyik ki, birinci, ikinci və üçüncü dövrün əsas yarım qrupunda yerləşən elementlər D elementi ola bilməz. Məsələn, natrium D elementi ola bilməz. Daha sonra azot və yaxud da sink, bunlar D elementi deyillər. Daha sonra karbon və azot, bunlar qeyri-metallardır və bunlar P elementləridir. Flyor, xlor P elementidir. P elementinin olduğunu hardan bilirik? Məsələn, xlorun sıra nömrəsi 17-dir. 17-ni yazsaq 2, 8, yəni dövrlər üzrə sıralasaq 2, 8, 7. Oradakı 7 bizə deməli onun həm qrupunun nömrəsini göstərəcək, həm də o 7-ni biz 2s2, 3s2, 3p5 şəklində göstərsək, sonda olan p bizə, yəni bu elementin p elementi olduğunu göstərir. Ancaq xromda və misdə isə D elementlərdir bunlar. Çünki bunların konfigurasiyasına baxsaq D elementi olduğunu görərik. 17-də P elementlərindən ibarət olan sıranı göstərir. Yenə S elementləri olan variantları çıxırıq. Deməli, metallarımız natriumdur, litiumdur. Daha sonra deməli burada hidrogen S elementidir. Burada deməli doğru cavab olacaq azotla oksigen, heliumla neon da S elementləridir. Yəni helium özü S elementidir. Sıra nömrəsi 2-dir. 2 olduğu üçün birinci sırada, yəni 1s2 şəklində yazılır. Ona görə S elementidir. Burada azotla oksigen P elementləri olacaq. Daha sonra deyir hansı elementlər eyni qrupa daxil deyil. Yenə də eyni qrupa daxil olmayanı tapmalıyıq. Məsələn, flyor, xlor, brom, halogendir, eyni qrupdadır. Oksigen, kükürt, selen eyni qrupdadır. Litium, natrium, kalium eyni qrupdadır. Berilyum, maqnezium, kalsium eyni qrupdadır. Amma karbon 4-dədir, azot 5-dədir, fosfor 5-dədir. Yəni bunlar bir-birindən fərqli qruplarda yerləşirlər. Yəni azotla fosfor eynidir, amma karbon fərqlidir. 19-cu suala baxsaq, hansı elementlər eyni qrupa daxildir? Yenə eyni şəkildə biz bu sıraları bilsək, eyni qrupa aid olanları da tapa bilərik. Burada eyni qrupa aid olan yalnız Y variantıdır. Yəni flor, xlor, brom. Yəni üçü də 7-ci qrupun halogenləridir. Daha sonra hansı element kimyəvi elementlərin dövrü cədvəlinin birinci qrupunda yerləşir? Yəni qələvi metallardan gedir söhbət. Karbon 4-də yerləşir, oksigen 6-da yerləşir, alüminium 3-də yerləşir, kalium isə 1-də yerləşir. Azot isə həmçinin 5-də yerləşir. 21-ci suala baxaq. Deyir ki, oksigenlə X2O5 və hidrogenlə XH3 birləşmələrini əmələ gətirən X elementinin dövrü sistemin hansı qrupunda yerləşir? Deməli, uşaqlar, biz dedik ki, X elementi, yəni hər hansı bir X elementi 8 qrupa qədər XH ilə və XO ilə, yəni oksigenlə və hidrogenlə müxtəlif valentlik və müxtəlif formullar əmələ gətirirlər. Məsələn, oksigenlə dedik ki, bir element, yəni X elementi oksigenlə maksimum valentliyini göstərir. Yəni, burada deməli oksigenin valentliyi 5 imiş. Burada isə deməli, burada maksimum valentliyi göstərdiyi üçün əslində burada doğru cavab 5 olacaq. Və burada niyə görə 5-dir? Çünki hidrogenlə də ən kiçik valentliyini göstərir. Deməli, burada hidrogen, deməli, X burada 5 valentli imiş. Ancaq 5 valentli olmağına baxmayaraq, dedik ki, 8-dən çıxırıq 5-i, eləyir 3. Yəni, hidrogenlə 3 valentli birləşmə əmələ gətirir. Deməli, burada doğru cavab olacaq, deməli, B variantı, yəni 5. Yəni, oksigenlə olan birləşməsinə baxırıq burada. Bizi hidrogenlə olan birləşməsi maraqlandırmır. 22-də deyir ki, XO3, yəni oksigenlə XO3 və hidrogenlə
H2X birləşmələrini əmələ gətirən X elementin dövrü sisteminin hansı qrupunda yerləşir? Deməli, X burada əgər formula baxsaq, oksigen 2 valentlidir, vuracağıq 3-ü 6. Deməli, X burada 6 valentlidir. Burada isə deməli, əslində 2 valentli kimi görünür, amma 6 valentlidir. Çünki oksigenlə nə birləşmə əmələ gətirirsə, hansı valentlikdədirsə, hidrogenlə də o valentliyi əmələ gətirəcək. Deməli, 6 olduğu üçün əslində 6 yox. Dedik ki, biz hidrogenlə ən kiçik valentliyini göstərir. 8-dən çıxacaq 6-nı, eləyəcək 2. Yəni, yenə deyirəm, hidrogenə baxmırıq, ancaq oksigenlə olan birləşməsindəki valentlik bizi maraqlandırır. Ona görə də burada doğru cavab olacaq A variantı. Daha sonra 23-dür, 24-dür, 25, 26 bayaq müzakirə etdiyimiz testlərə aiddir. Yəni, halogenlərin siyahısını göstərirsə Y variantı, nəcib qazlarımız B, yəni bunların hamısını əslində əzbərləmək lazımdır. S elementlərimiz burada deməli, hər birini əslində ayrı-ayrı konfigurasiyasını yazmaq olar. Sadəcə bəzilərini bildikdə çıxmaq olar. Məsələn, B variantında xlor P elementidir, Y variantında xrom D elementidir, burada mis D elementidir, mis elementi. Daha sonra dəmir D elementidir. Bir dənə burada D variantında kalsium, barium və maqnezium S elementləridir. Yəni 1-dən 3-ə qədər olan elementlərin çoxusu S elementi olur. Yəni əsas yarım qrupda yerləşənlər. Daha sonra P elementlərimiz istəyir. P elementlərimizdə deməli metallarımız yoxdur. Natriumu çıxırıq buradan. Daha sonra buradan dəmir D elementidir, mis D elementidir. Qalır burada C variantı. Alüminium, karbon və silisyum. Bunlar P elementləridir. Əgər konfigurasiyasını yazsaq, görərik ki, həqiqətən də sonda P elementi, yəni sonda P orbitalını yazmış olarıq. Daha sonra 27-də deyir ki, hansı element hidrogenlə RH2 tipli uçucu olmayan birləşmə əmələ gətirir? Uçucu olmayan deyirsə, biz deməli RH2 tipli birinci metallarımıza baxmalıyıq. Çünki metallarla hidrogen uçucu olmayan birləşmə əmələ gətirir. Və təbii ki, görürük ki, burada deməli B-ni və C-ni çıxsa, yerdə qalan A, D və Y hər üçü də metaldır. Bəs bunun hansını götürək? Bunu götürmək üçün biz bu hidrogenlə əmələ gətirdiyi birləşməyə baxmalıyıq. Baxın, hidrogenlə RH2 tipli birləşmə əmələ gətirirsə, deməli R-in valentliyi 2 imiş. Baxırıq ki, natrium 1 valentlidir, kalium da 1 valentlidirsə, yerdə qalır Y variantı, yəni kalsium. Kalsium 2 valentlidir. Həmçinin 28-də də uçucu olmayan deyirsə, yenə də biz metallarımıza baxmalıyıq. Buradan A-nı, B-ni və C-ni çıxsaq, yerdə qalır D ilə Y. İndi bunlardan hansı olar? Gəlirik, burada müraciət edirik artıq bunun formuluna. Yəni, formuluna baxaraq biz təyin edə bilərik. Görürük ki, burada R hidrogenlə 1 valentlik əmələ gətirir. Yəni, R-in valenti 1 imiş ki, hidrogenlə bu formula əmələ gətirir. Burada yeganə 1 valenti olan Y variantı, yəni natriumdur. Kalsium 2 valentlidir. 29-da dövrlər üzrə soldan sağa elektromənfilik necə dəyişir? Deməli, biz dedik ki, dövrlər üzrə soldan sağa RAM azalır. Əgər RAM azalırsa, yerdə qalan digər 6 xarakteristika artacaq. Yəni, RAM nə idi? Reduksiya edicilik, atom radiusu və metallıq. Hələ, əgər bunlar azalırsa, yerdə qalan digər elektromənfilik, daha sonra iyonlaşma enerjisi, elektronəhərislik, oksidləşdiricilik, bu xassələr və həmçinin qeyri-metallıq artacaq. Yəni, bu şəkildə uşaqlar yadınızda saxlasanız daha yaxşı olur. 30-da deyir ki, əsas yarım qruplar üzrə yuxarıdan aşağıya doğru elektromənfilik necə dəyişir? Deməli, dedik ki, qruplar üzrə RAM artır. Uşaqlar, dövrlər üzrə azalırdı, qruplar üzrə artırdı. Əgər RAM artırsa, elektromənfilikdə RAM yoxdur ki, RAM reduksiya edicilik idi, atom radiusu idi, bir də metallıq idi. Əgər RAM artırsa, elektromənfilik azalacaq. Qruplar üzrə. Baxın, deyir qruplar üzrə. Daha sonra uşaqlar 31-ci testə baxaq. Deyir ki, deməli, elementlərin oksidləşmə dərəcələri göstərilib. Ən kiçik və ən böyük, həmçinin Y-in və Z-in. Deməli, burada əslində bu testi necə həll edirik uşaqlar? Ən böyük oksidləşmə dərəcəsinə görə bu deməli elementlərin valentliklərini, yəni hansı qrupda yerləşdiklərini tapa bilərik. Məsələn, X elementi deməli 4-cü qrupda yerləşir, çünki onun ən böyük və ən kiçik oksidləşmə dərəcəsi 4-dür, yəni mənfi və müsbət. Y-da 0. O 0 o deməkdir ki, yəni burada 0 əgər ən böyük 0 yazılıbsa, biz ən kiçiyə baxacağıq. Ən kiçik mənfi 1-dirsə, deməli 8-dən biri çıxıb biz 7 yazacağıq bura. Daha sonra burada Z-də deməli X mənfi 3-dür, Z mənfi 3-dür, burada müsbət 5-dir. Burada müsbət 5-də oksidləşmə dərəcəsi. Çünki 8-dən 5-i çıxıb və yaxud da 3-dən və yaxud da 5-dən 8-i çıxıb mənfi 3 yazıblar. Yəni, burada əslində bir elementin ən böyük oksidləşmə dərəcəsinə baxmaq lazımdır. Əgər o ən böyük oksidləşmə dərəcəsi 0-dırsa, onun ən kiçiyində demək, böyükdən, yəni qrupdan 8-dən çıxacağıq. Deməli, neçə mənfi 1 olması üçün, deməli, 7-dən 8-i çıxıb mənfi 1 alıblar. Ona görə də burada doğru cavab olacaq Y variantı.
32-də deyir ki, nüvəsinin yükü artdıqca dövrü sistemdə dövrlər və qruplar üzrə əsas yarımqrup elementlərinin elektromenfiliyi necə dəyişir? Yenə RAM qaydasına qayıdırıq. Uşaqlar, bu testi RAM-la həll eləmək daha rahatdır, nəinki 9 əsas parametri əzbərləməklə. Yəni, mən bunun tərəfdarı deyiləm. Ona görə də bu şəkildə əzbərləmək daha yaxşıdır. Deməli, uşaqlar, dövrlər üzrə RAM azalırdı. Əgər RAM azalırsa, deməli, elektromənfilik artır. Deməli, bu iki varianta biz baxacağıq. Qruplar üzrə isə RAM artır. Deməli, RAM artırsa, elektromənfilik azalacaq. Yəni, bu üç xarakteristika, baxın, bu üç xarakteristika əgər qruplarda artırsa, digər 6 xarakteristika azalır. Dövrlər üzrə bu RAM azalırsa, digər 6 xarakteristika artır. Bu şəkildə. İsə gəlin 33-cü suala baxaq. 33-də deyir ki, deməli bu sırasında maddələrin oksidləşdiricilik qabiliyyəti və bu sırada reduks edicilik qabiliyyəti necə dəyişir? Bunun üçün yenə bir əvvəlki testdə izah etdim ki, istiqaməti bilmək lazımdır. Deməli azot 5-də yerləşir, oksigen 6-da, flor 7-də. Yəni sanki soldan sağa doğru bu elementlər sıralanıb. Kalsium, stronsium, barium isə bir qrupda yerləşirlər. Yəni yuxarıdan aşağıya qələvi torpaq metalları da ikinci qrupda yerləşirlər. Və bu sırada deməli dedik ki, RAM, uşaqlar, RAM, yəni reduks edicilik, metallıq və atom radiusu qruplar üzrə artırdı. Deməli, bizdən də elə qruplar üzrə baxın, bu reduks edicilik yuxarıdan aşağı qruplar üzrədirlər. RAM artırsa, deməli reduks edicilik artır. Çünki RAM-ın burada R-sı reduks edicilikdir. Deməli, artacaq ya burada B variantıdır, ya da D variantıdır. Soldan sağa, yəni dövrlər üzrə RAM azaldığı üçün oksidləşdiricilik artacaq. Yəni, RAM əgər qruplar, dövrlər üzrə soldan sağa doğru azalırsa, digər RAM-dan başqa digər xüsusiyyətlər, yəni oksidləşdiricilik də bura daxildir, artacaq. Ona görə də burada doğru cavab olacaq D variantı. 34 də həmçinin eyni şəkildədir. Fosfor 5-də yerləşir, kükürt 6-da, xlor isə 7-də. Yəni, soldan sağa doğru istiqamətlənir bu elementlər. Burada isə litium, natrium, kalium birinci qrupun deməli, qələvi metallarıdır. Yəni, yuxarıdan aşağıya istiqamətlənib. Oksidləşdiricilik dedik ki, burada artacaq, reduks edicilik burada artacaq. Yəni, hər ikisində də artan variantı götürməliyik, Y variantı. Daha sonra 35-də deyir ki, hansı qrupun əsas yarımqrup elementləri uçucu hidrogenli birləşmələr əmələ gətirmir? Baxın, uçucu hidrogenli birləşmə əmələ gətirmir dedikdə, yəni söhbət metallardan gedir. Baxın, uşaqlar, yanınızda saxlayın ki, çox abituriyent bunları qarışdırır. Deməli, uçucu dedikdə, yəni uçucu əmələ gətirmir deyirsə, deməli, söhbət metallardan gedir. Metallar ağır olduğu üçün bu şəkildə yadınızda saxlaya bilərsiniz. Metallar ağır olduğu üçün onlar uçucu ola bilməzdir. Yəni, uçucu hidrogenli birləşmə əmələ gətirmir deyirsə, hidrogenli birləşmə ola bilər sizə burada qarışdırsın. Bunu bir kənara qoyun. Uçucu əmələ gətirmir deyirsə, söhbət metallardan gedir. Biz də deyə bilirik ki, əsas yarım qrupda yerləşən 3 əsas qrupumuz var ki, birinci, ikinci, üçüncü qrupdakılar metallardır. Ona görə də burada hansı variantı görsək, yəni 1, 2, 3 hansını görsək, onu götürəcəyik. Yəni, metal olaraq. 36 da həmçinin uçucu olmayan deyirsə, yenə də biz burada metalları axtarırıq. Yəni, birinci qrup. Yəni, 1, 2, 3 hansı varsa variantı onu götürürük. 37-də deyir ki, əsas yarım qruplar üzrə yuxarıdan aşağıya getdikcə elementlərin metallığı və qeyri-metallığı necə dəyişir? Deməli, qruplar üzrə RAM artırsa, uşaqlar, RAM nə idi? Reduks edicilik, atom radiusu və metallıq. Əgər metallıq artırsa, qruplar üzrə yuxarıdan aşağı qeyri-metallıq zəifləyəcək. Yəni, metallıq güclənəcək, qeyri-metallıq zəifləyəcək. 38-də soldan sağa doğru getdikcə, yəni dövrlər üzrə soldan sağa doğru getdikcə bilirdik ki, deməli, uşaqlar, RAM azalır. Metallarda artır, qruplarda artırdı, amma dövrlərdə isə bu azalır. Deməli, azaldıqca, deməli, deyir ki, metallıq zəifləyir, qeyri-metallıq isə güclənir. 39-da deyir ki, ikinci qrupun əsas yarımqrup elementlərinin baş oksid və hidroksidlərinin formulunu göstərin. Deməli, ikinci qrupdursa, əgər bir elementimiz, yəni R elementimiz ikinci qrupdursa və oksigen də iki valentlidirsə, yəni R də 2, o da 2-dirsə, formula heç nə yazılmır. Yəni, oksigenin birləşməsi RO olmalıdır. Deməli, D variantını, C variantını və Y variantını çıxırıq. Yerdə qaldı A ilə B variantı. OH isə bir funksional qrupdur və OH-ın öz deməli, valentliyi, yəni öz oksidləşmə dərəcəsi, belə deyək, 1-dir. Əgər R 2 valentlidirsə, o onunla A variantında birləşmə əmələ gətirəcək. Yəni, R 2-dir, OH 1-dir, onda bu şəkildə birləşmə əmələ gələcək. Amma B variantında ROH, o deməkdir ki, R burada 1-dir, ona görə də OH 1-dir və indeksinə heç nə yazılmayıb. 40-cı sualda deyir ki, 3-cü qrupun əsas yarımqrup elementlərinin baş oksid və hidroksidlərinin formulunu göstərin. 3-cü qrupdursa uşaqlar, deməli, düşünün ki, R 3-dür, oksigen də 2-dir.
Çarpaza gedəndə oksigenin X-i gələcək R-in indeksinə, R-in də 3-ü gedəcək oksigenin indeksinə. Yəni bu formula axtarmalıyıq. Burada bu formulda olmayanlar A-nı, C-ni, Y-ni çıxırıq, qalır B ilə D variantı. Burada da təbii ki, dedik yenə OH 1 valentli olduğu üçün R OH 3 olacaq. Çünki R burada 3 valentlidir. Amma burada R OH 2 o deməkdir ki, yəni R burada 2 valentli. Bizdən 2 yox, 3 valentli olan variantı istəyir, B variantı. 41-də deyir ki, eyni qrupda olan elementləri göstərin. Yenə də bu birinci variantımız qələvi metallarımızdır. İkinci variantda yerləşənlər hallogenlərdir. Yəni burada bu birinci qrupda yerləşir. Bu isə deməli 7-ci qrupda yerləşir. Amma azot 5-də, natrium 1-də, xlor 7-dədir. Bu səhvdir. Eyni qrupda yerləşənlər yalnız 1 ilə 2. 42-də yenə eyni qrupda olanlar istəyir. Burada birinci səhvdir. Çünki kalsium 2-də, natrium 1-də, alüminium 3-də, 3-cü qrupda yerləşir. İkinci düzdür. Çünki kalsium, stronsium, barium 2-ci qrupdadır. Üçüncü də düzdür. Çünki litium, natrium, kalium 1-ci qrupda yerləşir. Yəni qələvi metallarımızdır. 43-də deyir ki, kimyəvi elementlərin atomlarının hansı göstəriciləri dövr daxilində dəyişmir? Deməli, dövrlərimiz hansılarıdır uşaqlar? Mendeleyev cədvəlinə nəzər salsaq, qısa bir belə deyək, şəklini çəkin Mendeleyev cədvəlini. Mendeleyev cədvəlində deməli, uşaqlar, baxın, belə vizual şəkildə göstərim ki, bu testi daha aydın, daha yaxşı həll edəsiniz. Deməli, bu 1, bu 2, bu 3, bu 4, yəni bu şəkildə yuxarıdan aşağı, yəni bu istiqamətdə, baxın, soldan sağa dövrlərimizdir, yuxarıdan aşağı isə qruplarımızdır. Deməli, kimyəvi elementlərin atomlarının deyir hansı göstəriciləri dövr daxilində dəyişmir. Dövr daxilində bilirik ki, elektromənfillik dəyişir, çünki artır. Bunu götürmürük, dəyişməyən variantı istəyir götürək. Atom radiusu azalır, bu da dəyişir. Daha sonra atom kütləsi, kütlə ümumiyyətlə dəyişir. Uşaqlar istəyir qruplar üzrə, istəyir dövrlər üzrə. Ümumiyyətlə bir element digər elementə keçirsə, mütləq orada kütlə dəyişir. Daha sonra xarici elektron təbəqəsindəki elektronların sayı. Xarici elektron təbəqəsində elektronların sayı bizə qrupları göstərir uşaqlar. Qruplardır bunlar. Baxın, əgər dövrlər üzrə bu sıra üzrə gediriksə, məsəl üçün, axı yuxarıdakı qruplar dəyişir, dövr dəyişməsə də, dövr 1-də qalsa da qruplar dəyişir. Yəni valent elektronların sayı dəyişir. Atomda elektron təbəqələrinin sayı dəyişmir. Çünki elektron təbəqələrinin sayı, baxın bunlar, bu xəttlər bizə dövrləri göstərir. Əgər birinci dövr üzrə elementlərimiz sıralanırsa, onların elektron təbəqələri dəyişməyəcək. Yəni birinci dövrdürsə, birinci dövrdə də gedəcək. Yəni 1s2 bu şəkildə ardıcıl davam edəcək. Deməli, burada dəyişməyən B variantı. Uşaqlar 44-cü suala baxsa, deyir ki, ikinci qrupun əsas yarım qrupundakı kimyəvi elementlərin atomlarının hansı göstəriciləri dəyişmir? Deməli, atom radiusu dəyişmir, elektromənfillik dəyişmir, yəni digər sadaladığımız 9 əsas xarakteristika üzr istəyirəm dəyişir. Yəni atom radiusu dəyişir, elektromənfillik dəyişir və atom kütləsi dəyişir. Yəni dediyimiz 9 əsas xarakteristika ki var, bunlar dəyişir. Yəni həm qruplar üzrə, həm də dövrlər üzrə artan və ya azalan xarakteristika göstərə bilərlər. Əsas olan bizə onun dəyişməməsidir. Yəni hansı dəyişmir? Deməli, uşaqlar yuxarıdan aşağıya doğru getdikcə, baxın, dövrlər artır. Qrup dəyişmir. Məsələn, birinci qrupda qalıb, amma dövrlər artır. Dövrlər artırsa, deməli, bu səviyyələr də dəyişir. Yəni, elektron təbəqələrinin sayı artır. Yəni, bu da dəyişir. Dəyişməyən oksidləşmə dərəcəsidir. Çünki oksidləşmə dərəcəsi, məsələn, birinci qrupdursa, birinci qrupda həm bu elementin valentliyini göstərir, həm oksidləşmə dərəcəsini göstərir. Yəni, birinci qrup üzrə biz sadalayırıqsa, burada olan bütün elementlər bir valentlidir və yaxud da deməli, maksimum müsbət bir oksidləşmə dərəcəsi göstərir. Yəni, oksidləşmə dərəcəsi dəyişmir. 45-ci sualda deyir ki, SVP elementləri üçün hansı ifadələr doğru deyil? Deməli, dövrlər üzrə soldan sağa doğru getdikcə, burada artıq biz dediyimiz o RAM qaydasını bilməliyik. RAM qaydasında deyirdik ki, RAM, yəni reduks edicilik, atom radiusu və metallı qruplar üzrə artır. Deməli, B variantında doğru olmayan istəyirsə, B variantı doğrudur. Daha sonra RAM dövrlər üzrə azalırdı. Bu da doğrudur. Daha sonra dövrlər üzrə soldan sağa doğru getdikcə atom yükü artır. Düzdür. Bu da doğrudur. Qrup üzrə yuxarıdan aşağı elektromənfillik azalır. Düzdür. Çünki qruplar üzrə RAM artırdısa, digər qalan xarakteristikalardan biri olan da elektromənfillik azalacaq. Bu da düzdür. Bir dənə A variantı burada səhvdir. Biz dedik ki, dövrlər üzrə RAM, yəni reduks edicilik, atom radiusu və metallıq azalır. Ancaq burada artır deyir. Ona görə də bu səhvdir. Burada yenə deyir, 46-cı sualda eyni şəkildə RAM qaydasına görə tapmalıyıq. Deməli, hansının doğru olduğunu deyir. Bu doğru deyil, çünki qruplar üzrə atom radiusu artırdı.
Daha doğrusu daha sonra dövrlər üzrə atom radiusu azalırdı. Bu da doğru deyil. Qruplar üzrə yuxarıdan aşağı reduks edicilik azalır. Bu səhvdir. Reduks edicilik artırdı RAM qaydasına görə. Daha sonra dövrlər üzrə soldan sağa oksitləşdiricilik artır. Bu doğrudur. Çünki RAM azalırsa oksitləşdiricilik artacaq. Və C variantı doğru deyil. Çünki xarici energetik səviyyədəki elektronların hamısı cütləşmişdir. Ümumiyyətlə SP elementlərində xarici elektron səviyyələrində cütləşmə müəyyən elementlərə daxildir. Yəni bütün elementlər üçün bu xarakteristika doğru deyil. Deməli, doğru cavab burada yalnız A variantı. 47-də kiçik dövrlər hansı elementlərlə qurtarır? Ümumiyyətlə, kiçik dövrlərimiz hansıları idi? Birinci, ikinci və üçüncü dövrlərimiz kiçik dövrlərimiz idi. 4-dən başlayaraq böyük dövrlər başlayırdı. Çünki böyük dövrlərdə həm əsas, həm də əlavə yarımqrup elementlərimiz var idi. Və sonuncu deyir ki, hansı elementlə qurtarır? Yəni, 8-ci qrupda olan hansı elementlərimiz varsa, onlarla da bu kiçik dövrlər qurtaracaq. Yəni, helium, neon, argon. Prosessiz qazlarımız. Daha sonra 48-də deyir ki, kiçik dövrlər hansı elementlərlə başlayır? Hansı elementlərlə başlayır? Əlbəttə ki, qələvi metallarla və birinci dövrümüzün birinci elementi olan hidrogenlə. Yəni, Y variantı. 49-da deyir ki, hansı karbohidrogenin bir molekulunda cəmi 40 elektron var. Baxırıq ki, karbonda 6 dənə elektron var. Baxın, uşağı bu elektronun sayını göstərir. Yəni, neytral atom üçün. Baxın, neytral o deməkdir ki, yəni karbonun burada heç bir müsbət mənfi işarəsi yoxdur. Tamamilə sərbəst neytral bir atomdur. Bu atomda 6 elektron varsa, burada da 1 elektron varsa, deməli 40 olması üçün biz nə edərik? Məsəl üçün 6-nı vurarıq 5-ə. Neçə eləyər? 30. Üzərinə də gələrik, onu da vurarıq 1-ə, 40. Yəni 10, 40, 30-un da üzərinə 10 gəldikdə eləyəcək 40. Yəni bu şəkildə tapacağıq biz bunu. Daha sonra 50-ci sualda deyir ki, dövrlər üzrə xassələrin dəyişməsi, artması və azalması, nə artır, nə azalır, bunu tapmalıyıq. Deməli, uşaqlar, bilirdik ki, yenə yazıram, X-a artanlar getməliyik. Deməli, RAM dövrlər üzrə azalır. Azalan nə oldu? 3 və 2. Yəni, R-nın reduks ediciliyi A-nın atom radiusu dövrlər üzrə azalır. Azalırsa, deməli, burada D variantını götürəcək. Çünki Y-də azalanı istəyirdi bizdən, X üçün də artanı istəyir. Digər RAM-dan sonra digər qalan 1 ilə 4 isə artacaq. Yəni, D variantı.